Uşaqlar, çiyin üçün ikinci hərəkət yanım mafya hərəkətidir. 2 patkod eləmişəm, video çəkirdim. Patkodlar arasında nə qədər dincəlmək olar. Video silindi. Kontur gəldi orada mənə ki, yəni filan qədər konturum var. Dəxlisiz yerə video silindi. Amma mən yenə də təbii ki, demotivasiya olmuram. 17,5-la işləmişdim. İndi bu dəqiqə burada 17,5-ı tapa bilmirəm. Çalış 17,5-ı tapa bilmirsən 20 ilə işlə. 5-i tapa bilmirsən 15 ilə işlə. Gəlib ora bura çıxma. Çəkin yüngülləşdirmə. Vəhşi məşq elə ki, hə Cahangir müəllim? Vəhşi kimi də bədənləri olsun, düzdür? Baxın, yanamaq hərəkəti. Bunun texnikasını başda izah elədim, video silindi. Texnikası bunun nətərdir, mən sizə göstərim. Qantelin birini sanki pulka sayın. Tutmuşsuz əlimizdə qanteli. Bax, göstərirəm. Tutmuşsan, yana açan zaman bunu qaldırırıq və yuxarıda bir damcı su tökürük. Bax, belə. Bax, belə fikirləşin. Sonra təzdən bax, belə düzəldirik. Yəni, sən bunu belə eləsən, dirsəlivi tam açıb şey eləsən, belə qaldırsan yana, sənin çiyinin ürəyə istəyən kimi işləməyəcək. Baxın, mən bunu sizə praktik olaraq göstərəcəm, indi özünüz görəcəksiniz. 17,5-la işlədim, çox dincəldim. İndi 20 ilə işləyəcəm. Bax, hop, yana qaldırırıq. 15-20 say. Bəli. İşlədik və qoyduq yerinə. Bu oldu bizim artıq 3-cü yanaşmamız. Hə? Doğrudan. Hangi belə olmuyor? Hə? Mən belə görməm. Belə çiğ pambırıqlı geçelim. İstirahati artırmışam ondan. Əvvəl hər gün yedim, indi eləmirəm amma hər gün. Ben de gelirim. Bir ara bezdim mənə. Onu mənə səndən qabaq qutqalarım dedi. Hə. Gel mənə. Giyinirəm hamısı belə. Giyinirəm hamısı sıxır məni. Çiyin gəlir çıxır bura. Bildin necə? Gördüm heç bir əynim olmuyor. Ona görə də arıqlayası deyil ki. Hamısını tüuu. Bu sefer ben deyim paltarı yığdırma özünü yığdır. Özünü yığ, qəşə. Paltarı yığdırma. Köynən qolunu yığdırmaqdansa qolunu yekə. Zancı burada bir dənə xəbər verəm, sən nə deyirsən dəfə? Bir mən videoları sənə baxıram. Balacasan, sən həyatda deyir nə boydasan. Videolar balacalaşdırır adam belə. Düzgün çəkməndə hə, adam alıyorsun. Bax, düzgün çəkməyən. Qaqalda sənin şəkillərini çəkdiyin ətlər. Hə, düşür. Görsən necə çəkilən, bilirəm də onun qaydasını bilirəm. Bir də bir dənə də elə, bir dənə də çəkim, görək səndən boyda düşmüşsən. Belə tutur çəkir. Licbi kameraya düşsün də, başa düşsün. Sən də düşürsən belə, mənə bax. Yanamaq istəyirsən, yoxsa molotov? O bax, mən yüngüldür. Yüngüldür? Kül karışıyor. Qəşəng. Qəşəng, bir dənə buna baxın. Bir dənə də işlə sən Allah. İşlə. Ələ bir səsin işləm. Hə, işlə. 35'dir. Aha. Varım 40'la işledim. Bayaqda bir dəqiqə də əlində tutsa, bax aşağıla, bir dəqiqə də əlində tutsa. Gəlib orada Saskaya oxşayan gədə-gidələr yalandan 35 götürüb orada belə oriental oynamasınlar ha. Körpələr. 3 gün kreatin içirsiniz, bir damcı əzəlləriniz su yığır, çiyniniz yumurlaşır, elə bilirsiniz ki, elə sizdən yoxdur. 20 kilo. Ben yarım taşıyorum. 20 ha. İşi verdiğim patfot. Bilə bir yerə sən isə. Vay vay vay. Lan gün mənə bəlkə motivasiya verdi. Şuraya bax da. Maşallah. Maşallah, yaxşı. Ha belə yerdə. Ama hey. Belə yerdə. Tabii.
çıkardım. Geçer. Uşaqlar. Bəli. Çiyinin bu hərəkətini bitirdik. Növbəti hərəkətdə görüşərik. Cahangir müəllim, Cahan Cənnətə, bax, gənclərə nə demək istəyirsiniz? Buyur. Gənclərə Allah Subhanahu Quran şərifi bilir ki, Allah'a iman edin, ata-ana üstümün. Məsləhət görürüm ki, atalarına, anaların sözünə qulaq assınlar, böyüyə hörmət etsinlər. İndi cəmiyyətdə olan problemi bilir ki, avtobus böyük get gələndə. Böyüsə 15-16 yaşda yaxşılanırlar, böyüyə yer vermirlər. Subaydan sən bitirmək lazımdır. Həmişə O qaldı köhnələrdə də, indi təzə nəsildə o böyük kiçik banyatka əksəriyyətində yox, tam başa salmıraq. İdman barədə nə demək istəyirsiniz? İdman barədə deyərəm ki, birinci eləyəcəz ki, ailə saxlamaq lazımdır, donanmaq lazımdır. Kim ki, 1 saat, 2 saat sərxaya getməyə vaxtı varsa... Znak gəlib 1-2 saat məşq eləməyə də vaxtı var. Hə. Vaxt Nə çox yumuşaq deyirsən, Sənin deməyinlə heç kəs zala gəlməz. Ya, hər bir problem var, qəbul edin. Demək istəyir ki, zala gəlin, məşq eləyin. Durub orada gelib çayxanada boş-boş vaxt öldürməyin, bax. Gelirsiniz orada yalandan domino çırpırsınız. Damağınızda da belə siqaret, belə. Hə, özü belə də tutur. Görmüşəm, belə. Pa! Etim siqaretim var. Elə ki, ancaq məşq elə, idman elə. Gəl qardaşım, gəl baş. Hə. Gəlib rəhbərlikdir, əziz izləyicilər. Bizim dostumuzdur, gəlib ki, qışqırma. Hə, fıtı? Ona görə gəlmişdi. Ürəyimsən. Yəni, qarıcı məşq eləmək lazımdır da uşaqlar. Bir mənalı şəkildə məşq. Buna bax. Bu da bu. Maşallah. Öpürəm, maçı.